Bugün gedirik yine portkalan yemeye. Lakin bu defa güneş batmasını yok, güneş tutulmasını izleyeceğiz. Helsinki'den o kadar da aydın görsem onlarda ama ki 83% tutulmanı müşahidə ediyor olabilmeliyik. Güneş üfüqdən hardası 2 derece yukarıda olacak ama ki həmin sahil kifayət qədər açıqdır. Ona göre ehtimal verirəm ki nələrsə görə biləcəyik. Bu dəfə tək getmirəm. İstə gəl, maşınla gedirəm. Biraz daha hazırlığıyıq. Geçen dəfə biraz külək oldu ve maşınsızlık oldu. Lakin bu dəfə biraz daha uzun müddət qala bilərik. Bugünkü ceyranımız Skoda Fabia 2025. Görək necə gedir. Hal-hazırda Portkala kafesindəyik. Keçən dəfə bura Kadir müəllimlə bir yerdəyik. Keçən dəfə bura gələndə gözü biraz ətraf çəkim. Təbii ki bura gəlməmişdim. Burada piyada gəzişirdim gecənin bir saatı. Amma qismət oldu. Açıq vaxtında gəldi, çıxdı. Böyle şeker bir yerdi. Güle içeride ne var? Necəsən?